Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ve sellem ve baraka ala seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qawli. Değerli müsəlmanlar, inşallah biz bu gündən Həmbəli məzhəbinin fikhi adlı silsilə dərslərinə başlayırıq. Və biz ilk dəfə kanalı açanda, yəni etdiyimiz müqəddimədə Həmbəli məzhəbi haqqında qısa da olsa məlumat vermişdik. Və demişdik ki, Həmbəli məzhəbi digər məzhəblər kimi sahabələrin bizə qalan mirasıdır. Yəni necə? Peyğəmbər sallallahu əleyhi və səlləm vəfatından sonra Allah Rasulü sallallahu əleyhi və səlləm alim sahabələri müxtəlif bölgələrə yayılmışlar və insanlar din məsələlərində onlara müraciət edirdilər. Və onlar da açıq aydın olmayan məsələlərdə, yəni ictihad tələb edən məsələlərdə onlara şəri hökmlər bildirirdilər. Və həmin şəri hökmlər həmin dövrdə yaşayan elm adamları tərəfindən digər nəsillərdə gələn elm adamlarına ötürülmüş və beləcə 4 məzhəb imamına çatmışdı. Yəni 4 məzhəb imamları beləliklə həmin dərsdə dediyi ki, sahabələrin elmini özündə cəm etmişlər. Və sonradan bu elm irs olaraq nəsillərdən nəsillərə bizə çatmışdı. Biz bunu bəyan etmişdik. İndi biz dərsin ilk əvvəlində qısa olaraq Həmbəli məzhəbi haqqında qısa məlumat verək. Həmbəli məzhəbi Əhlüsünnətin 4-cü məzhəbidir və onun banisi alimlərin yeştilliyi ilə imamlığında ittifaq etdikləri İmam Əhməd ibn Həmbəl Əş-Şeybənidir, rahiməhullah təala. Və Həmbəli məzhəbinin təməli Bağdad şəhərində qoyulub və Həmbəli məzhəbi əsası Bağdad şəhərində qoyulub və İmam Əhməd rahiməhullah özü hicrətin 164-cü ilində Rabiul Əvvəl ayında dünyaya gəlib və 241-ci ilində də vəfat etmişdir. Və Həmbəli məzhəbinin bizə gəlib çatma forması necə olmuşdu? Yəni İmam Əhməd öz çıxartdığı ictihadi hökmləri öz tələbələrinə bildirmişdi və tələbələr də bunu yazmışdılar. Və sonradan bunlar məsail kitablarında yer almışdı və o dönəmdən bu dönəmə həmin məsail kitablarından bəzi alimlər o məsələlərdən müəyyən məsələləri toplamışlar. Məsələn, bu məsələdə ilk öncülük edən İmam Muhammed Əl-Xəllal olub, onun Əl-Cami kitabı var. Muhammed Əl-Xəllaldan sonra həmin məsələləri toplayan Qad Əbu Yələnin müəllimi İbn Hamid olub. Yəni İbn Hamid Cəmül Məzhəb kitabında onları toplayır və sonradan Xiraqinin Əl-Muxtəsər əsəri məzhəbin qayıdış kitablarından olmuşdu. Yəni sonradan Xiraqinin Muxtəsəri də yazılmışdı və Xiraqinin Muxtəsərindən sonra İbn Qudam Əl-Məqdisi həmin kitaba əsaslanaraq bir neçə fiqhi kitablar tərtib etmişdi. Yəni məzhəbin təlif edilən kitablarına əsaslanaraq təkcə Xiraqiyyə deyil, fiqhi mətnlər tərtib etmişdi. Bu mətnlər sırasında Umdə kitabı var və onlardan Əl-Kəfi kitabıdır, həmçinin Muğni kitabıdır və Muğni kitabıdır. Muğni kitabı əsasən müqayisəli fiqhdir. Yəni özündə 4 məzhəbin fiqhini cəm edən, dəlillərlə olan 4 məzhəbin fiqhidir. Əslində bu fiqhi oxumaq, yəni yalnız elmdə müəyyən mütəxəssis səviyyəyə çatmış insanlara tövsiyə olunur. Çünki o müqayisəli fiqhdir və mübtədi olan və elmə təzə başlayan insanları belə bir kitablara başvurmaq şərən icazəli deyil. Çünki insan öz məzhəbini, yəni bir məzhəbi doğru şəkildə öyrənmədən 4 məzhəbin fiqhinə başvurmağı həm icazəli deyil, həm də o elmi bir üslub deyil. Və İbn Qudam Əl-Məqdisidən sonra gələn alimlər əsasən onun Muğni kitabına çox əsaslanırlar. Burada da bir şey qeyd edeyim. Həmbəli məzhəbi yeganə digər məzhəblərdən fərqli olaraq həm fiqhi, həm etiqadı İmam Əhməddən götürüblər. Yəni İmam Əhmədin görüşlərini əsaslandırıblar. Həm etiqadı, həm fiqhi digər məzhəblərdən fərqli olaraq. Və həmçinin məzhəbdə yazılan əsərlərdən, yəni qaynaq olaraq götürülən əsərlərdən Məcduddin İbn Teymiyyənin yazdığı, yəni İbn Teymiyyə babasının yazdığı Muharrar kitabıdır. Ondan sonra Şeyxülislam İbn Teymiyyənin tələbəsi olan Şəmsüddin İbn Muflihin qələmə aldığı Furu kitabıdır. Ondan sonra məzhəbdə mötəməd olaraq qeydə alınan kitablardan biri Muğninin şərhi var, yəni Muğninin yox, Muğninin şərhi Mubdi kitabıdır. O da Burhanuddin İbn Muflih, yəni Şəmsüddin İbn Muflihin nəvəsinin qələmə aldığı kitabıdır. Ondan sonra da əsas kitabları qeyd edirəm adlarını. Bütün kitabların adlarını çünki cəm etmək mümkün deyil, yəni dərs çox uzanar. Ondan sonra əsas məzhəbin təhqiqçisi var.
Əlaəddin Əl-Mərdavi gəlir və o İnsaf əsərində Muqni kitabına şərh verir. Sonradan daha bir fiqh sahəsində bir kitab yazıb, Təshihul Furu. Orada da müəyyən görüşləri qeyd edir və son təlif etdiyi kitab Tənqih kitabıdır. Biz əgər bu üç kitabda, məsəl üçün Əl-İnsaf kitabında bir görüşə rast gəlsək, sonra Təshihul Furda bir görüşə rast gəlsək və sonra Tənqih kitabında bir görüşə rast gəlsək, etimad edəcəyimiz üçüncü görüşdür. Tənqih kitabında olan görüşdür. Son olaraq onun etimad etdiyi görüşü götürəcək. Məsələn, bir məsələdir, tutaq ki, hər üç kitabda fərqli-fərqli gəlir. Hansını götürəcək son olaraq seçdiyi Tənqih kitabında gələn görüşü seçəcək. Və sonra İmam Əlaəddin Əl-Mərdavidən sonra gələn məzhəbin xüsusən mütəaxir dönəmdə və müasir dönəmdə elm adamlarının ən çox isnad etdikləri məzhəbin ən böyük onlardan birincisi Muntəhül İradətdir. Muntəhül İradət, yəni İbn Nəcər Əl-Futuhinin qələmə aldığı Muntəhül İradət fi Cəmil Muqni Mə'ət Tənqih və Ziyadət kitabıdır. Adı belədir. Yəni orada İbn Nəcər Əl-Futuhi İbn Qudamənin Muqnisi ilə, Muqni əsəri ilə Mərdavinin kitabını cəm edib və onlara əlavələr edib. Həmçinin İbn Nəccar, həmçinin İmam Həccavinin qələmə aldığı Kəşşaful Bina əsəridir. Məzhəbin bu möhtəməd kitablarıdır. Və demək olar ki, bu kitablar bir çox məsələlərdə əksər məsələ ittifaq edirlər, ancaq bəzi məsələlərdə ixtilaf edirlər. Və ixtilaf edildikdə ən çox qayıdacağımız məzhəbin möhtəməd olaraq götürdüyümüz kitab Muntəhil İradət kitabıdır. Əksər hallarda. Bütün hallarda deyil. Yəni, və sonra bu mərhələdən sonra məzhəbdə təhsil olunan kitablar xüsusilə, yəni onu qeyd etmək lazımdır ki, bundan sonra gələn elm adamları içərisində bizim böyük alimlərimizdən sayılan və məzhəbə çox böyük əməyi keçmiş, məzhəbin araşdırılmasını çox böyük əməyi keçmiş, fiqh kitablarının təhsil edilmə böyük əməyi keçmiş Mansur ibn Yunus Əl-Buhuti. İmam Buhuti həm məzhəbin bu iki qayıdış kitabını şərh edib, həm Muntəhil İradət, həm Kəşşaf Lukan, həm ona haşiyələr yazıb, həm də İmam Həccavinin Muqni əsərindən ixtisar etdiyi Zadül Mustaqil əsəri var. Ona şərh yazıb. Hətta elə olub ki, həmin bu şərhdən sonra, yəni Ravdul Murbi əsərindən sonra alimlər əlavə bir şərhə ehtiyac duymayıblar həmin kitaba. Yəni bu kitabları mükəmməl şəkildə şərh edir. Yəni həqiqətən İmam Əhmədin məzhəbinə çox böyük, əməyi keçib bu məsələlərdə. Və ondan sonra gələn alimlər sırasında, əsasən kitablar sırasında qeyd edəcəyimiz Mər ibn Yusuf Əl-Kəriminin kitablarıdır. Mər ibn Yusuf Əl-Kərim Əl-Qayə kitabında Muntəhil İradətlə İqna kitabını cəm edib. Həmçinin öz görüşlərini də əlavə edib orada. Onu itticahət deyirlər, Və həmçinin onun qələmə aldığı bir mətn də var, Dəlilü't Talib kitabıdır. Dəlilü't Talibdə o əsasən Mər ibn Yusuf Əl-Kərim həmin mətndə Muntəhil İradət kitabına istinad edib. Və son olaraq məzhəbdə daha çox ən qısa və demək olar ki, bəzi məsələlər çıxmaq şərti ilə məzhəbin möhtəməl görüşlərini ələ alan kitab bildiyimiz kimi, çapdan çıxan Həmbəli fikrinin, Axsar-ı Muxtasarat kitabıdır, mətnidir. Və biz də dərsimizdə əsasən Həmbəli fikrində təkcə bu kitabla kifayətlənməyəcək. Yəni, əsasən istifadə edəcəyimiz mənbələr Axsar-ı Muxtasarat bu kitabıdır. Həmçinin Dəlilü't Talibin şərhi deməyək, alimlərin şərh kimi gördüyü İbn-i Vəd Əl-Həmbəlinin ona haşiyə yazdığı Fəth-i Vəhhəb el-Məərib kitabıdır. Və həmçinin biz İmam Buhutinin Zadül Mustaqil olan şərhi olan Ravdul Murbi əsərindən istifadə edəcəyik bu dərsimizdə. Xüsusən Həmbəli fiqh dərslərində. Yəni, məzhəb haqqında qısa danışdım, çox uzatmaq istəmirəm. Çünki məzhəb alimlərinin həm sayı çoxdur, həm təlif etdiyi əsərlər çoxdur. Yəni, əsaslarını qeyd etdik, əsasən məzhəb bizə necə gəlib çatıb. Və biz yadımızdadır, həmin dərsdə, yəni müqəddimə dərsində həmçinin bəyan etmişdik ki, ümumiyyətlə alimlərin bu məzhəbə bağlama məsələlərində tutduğu yol, onlardan gələn sözləri doğru bir düzgün başa düşməliyik. Misal olaraq günümüzdə ən çox məzhəbçiliyə, yəni məzhəbə bağlanma, əhl-i sünnətin, sahabələrin görüşləri üzərində qurulan bu məzhəblərə bağlanmaq məsələsində müxalif olan insanlar müxtəlif dəlillər gətirirlər. Misal olaraq Allahın kitabından Ali-İmran surasında bir ayə var, deyirlər ki, Eyyuhəl-ləzinə əmənu, lə təkunu kəl-ləzinə təfərrəqu və əxtələfu.
Yəni siz o kəslər kimi olmayın ki, onlara min ba'di ma ca'ahumul beyinat, özlərinə açıq aydın dəlillər gəldikdən sonra onlar ixtilafa düşdülər. Onlar bunu fikri görüşlərdə, əhl-i-sünnət məsələlərinə bağlanan insanlara dəlil gətirirlər. Halbuki həmin dəlil əslən bizim alimlər, əhl-i-sünnət imamları həmin ayələri dinlərinin əsillərində ixtilaf edən insanlara dəlil gətirirlər. Çünki bizim alimlər fikri məsələlərdə ixtilaf etməyi rəhmət sayırlar. Nəinki fikri məsələlər, hətta etiqadın cüziyyətlərində belə. Çünki bizdə yaradılan əsasən din anlayışı necədir? Azərbaycanda əsasən din anlayışı necədir? Yəni sahabələr sanki heç bir məsələdə ixtilaf etməyiblər və ya etiqadda ixtilaf etməyiblər. Bəli, etiqadın təməlində ixtilaf etməyiblər sahabələr. Amma sahabələr etiqadın cüziyyətlərində, həmçinin fikri məsələdə ixtilaf ediblər. Və bizim alimlər də bu ixtilafı rəhmət sayırlar onlar. Ancaq bu gün Azərbaycanda məsəl üçün xüsusən vaqiədə qeyd olunan həmin ayə, məsələn dəlil olaraq gətirirlər ki, məsəl üçün bizim biz deyəndə ki, məsələn məzhəbə bağlanmaq lazımdır. Çünki bu məzhəblər bəzən elə danışılır ki, sanki Quran və sünnətin qarşılığında olan bir yoldur. Əksinə, indi biz oxuyacağımız nəqillərin tam əksini görəcəyik. Biz görəcəyik ki, yəni əksinə bu məzhəblər Quran və sünnətin qarşılığında olan yox, Quran və sünnətə çatdıran ən doğru yollardır. Çünki bu sahabələrin görüşləri üzərində qurulur. Və bizə də bu dini sələfin fəhmi, yəni sələf deyəndə ilk öncə biz kimi nəzərdə tuturuq? Sahabələri nəzərdə tuturuq. Və sahabələrin fəhmi bu məzhəblərdə cəm olmuşdur. Ona görə də bu 4 məzhəbdən başqa bir yollara tabi olmaq təbii ki, şərən icazəli deyil. Həmçinin onların gətirdiyi dəlillərdən biri də onlar Tövbə surəsində bir ayə var. Onlar deyirlər ki, məsəl üçün, bayaq dediyimiz bir şeyə misal çəkeyim. Əsasən onlar dinlərin əslində ixtilaf edən insanlar kimlərdir? Məsəl üçün, Yahudilər deyirlər ki, Üzeyr Allahın oğludur. Məsələnlər deyirlər ki, Məsih Allah, İsa Allahın oğludur. Yəni, onlar dinlərin əsillərində ixtilaf edirlər. Allah Teala bizə dinimizin əslində ixtilaf etməyə qadağan etmişdir. Əslən Allah Teala bizə yəni furat məsələlərində ixtilaf etməyə qadağan etməyib. Əksinə biz ilk dəfə müqəddimə dərsində danışdıq ki, Allah Teala sanki əzəldən bizim özümüzün ixtilaf etməyini istəyir. Çünki sahabələr bir çox məsələlərdə ixtilaf edirlər. Biz orada örnəklər vermişdik. Yəni bu örnəkləri daha da çoxaltmaq olar. Həmçinin onların gətirdiyi dəlillərdən biri də nədir? Onlar deyirlər ki, Tövbə surəsində ayə var. İttəxəzu əhbərəhum və ruhbanəhum ərbəbən min dunillah. Yəni onlar Allahdan qeyri papalarını və rahiblərini Allahdan qeyri rəblər edirlər. Yəni bu dəlili fikri məsələlərdə müctəhidlərə bağlanan müsəlmanlara dəlil gətirirlər. Əksinə sual olunur. Əslində Allah Rasulü sallallahu əleyhi və səlləm həmin sahabanın hüzuruna daxil olanda o ayəni oxuyur. O nə deyir? O deyir ki, yəni ey Allahın elçisi, biz onlara ibadət etmirik. Allah Rasulü sallallahu əleyhi və səlləm deyir, onlar Allahın halallarını, haramlarını halal edirdilər. Deyir, bəli. Deyir, siz onlara itaat edirdiniz, deyir, bəli. Deyir, siz onlara ibadət edirdiniz. Kimdir bizim ümmətdən Allahın açıq şəkildə haram bulduqlarını halal edən insanlar? Varmı elə bir alim əhl-i-sünnət məsələlərində? Yoxdur. Əslən bu, yəni, bilirsiniz, insanların gözünə kül üfürməkdir. Əslən belə bir mənhəc yoxdur əhl-i-sünnət məsələlərində. Yəni Allah Taala'nın açıq aydın haram dediyi şeylərə bizim alimlər deyir, yox, biz bunu qəbul etmirik, bu halaldır. Və bizim alimlər əslən Allahdan qeyri heç kimdən rəblər etməyiblər. Və həmçinin onların gətirdiyi, məsələn, biz insanlara məzhəb dəvəti verdikdə, yəni insanların doğru şəkildə əhl-i-sünnətin yoluna bağlanmağı onlara göstərdikdə, onlara gətirdiyi dəlillərdən biri odur ki, məzhəblər çox olub. Məzhəblər çox olub və nəyə görə 4 məzhəb? Ancaq yox olub. Əslində məzhəblər çox olub, yox olmayıb. Elə deyil məsələ. Biz məsələyə doğru üsulla yanaşmalıyıq. Məzhəblər olub, ancaq bu məzhəblər həmin alimlər dünyalarını dəyişdikdə, onların əshabi, onların məzhəblərini təlif etmədikdə həmin məzhəblər digər alimlərin məzhəblərinə qatılır. Və indi mən sizə Şeyx İslam İbn Teymiyyənin həmin məsələ haqqında yəni Şeyx İslam İbn Teymiyyə bir məsələni nəql edir. Şafi imamı olan Əbil Həsən Əl-Kərəcidən, yəni nəql edir fi kitabihi El-Fusuli fil-Usuli anil-Əimmətil Fuhuli İlzəmən li-zəvil bidai vəl-fudul kitabında nəql gətirir və həmin alim də həmin məsələni nəql edir və deyir ki, bu məsələni İmam İsfaraini ilə götürür də, yəni həmin alim oradan nəql edir, həmin Şafi imamı özü də. Və orada nə deyir, danışır ki, əgər onlara suala verirsə ki, nəyə görə siz ancaq digər məzhəbləri tərk edib, ancaq bu məzhəblər haqqında danışırsınız? O cavabında deyir ki, çünki bu məzhəblər fələm yəntəhil əhədun məzhəbəhum fəlizəlikə ləm nətəərrad linnəql ənhum. Çünki bu məzhəbləri heç kim mənimsəməmişdir, o məzhəbləri heç kim bağlanmamışdır. Ona görə biz həmin məsələlərə toxunmarıq. Ancaq həmin imamlara gəlincə, sonra başlayır danışır. Və zəlikə ənnə İbn Uyeynə kənə qudvatən. Yəni İbn Uyeynə yəni dövründə o öndər bir insan idi elmdə. وَلَكِنْ لَمْ يُصَنِّفْ فِي الَّذِي كَانَ يَخْتَارُهُ مِنَ الْأَحْكَامِ وَإِنَّمَا صَنَّفَ أَصْحَابُهُ.
Və hum Şafii və Əhməd və İshaq fəndərəcə məzhəbuhu təhtə məzahibihim. Və deyir ki, o əslən deyir kitablar təlif etməmişdi həmin məsələlərdə. Və həmin məsələlərdə o kitablar təlif edən kimlər idi? Onun əshabı idi, onlar da Şafii idi, Əhməd idi, İshaq idi. Və onun da məzhəbi Şafinin, İshaqın, Əhmədin məzhəbinin içinə daxil oldu. Yəni onda həmin məzhəbin içinə daxil oldu. O məzhəbə qatıldı. Sonra nə deyir? Leys haqqında danışır. Leys haqqında danışır ki, həmçinin onun əshabı da onun məzhəbinə əməl etməmişlər. Və sonra nə deyir ki, onun sözü ya Malikin məzhəbinə uyğun gəlirdi, ya İmam Səvrinin məzhəbinə uyğun gəlirdi və onlardan heç birini keçmirdi. Və həmçinin onun da məzhəbi həmin ya İmam Səvrinin və Malikin məzhəbinə daxil olmuşdu yəni. Sonra nədir? Sonra Əvzai ilə danışır. Və deyir ki, وَأَمَّا الْأَوْزَاعِيُّ فَلَا نَرَى لَهُ فِي أَعَمِّ الْمَسَائِلِ قَوْلًا إِلَّا وَيُوَافِقُ قَوْلَ مَالِكٍ أَوْ قَوْلَ الثَّوْرِيِّ أَوْ قَوْلَ الشَّافِعِيِّ فَاندَرَجَ اِخْتِيَارُهُ أَيْضًا تَحْتَ اِخْتِيَارِ هَؤُلَاءِ. Və deyir ki, biz də həmçinin ümumi məsələlərdə onun sözünə rast gəlmədik. Yəni görmədik onun sözlərini. Ancaq rast gəldiyimiz sözlər isə ya Malikin sözünə müvafiq idi, ya Səvrinin, ya da Şafinin. Və onun da görüşləri həmin imamların məzhəbləri altında yer alır. Və sonra digər alimlər haqqında danışır. Həmçinin bildirir. Qal və əmmə ixtiyaru Əbi Zur'a və Əbi Hatim fi's-salati vəl-əhkami mimma qara'tahu və sami'tahu min məcmu'ayhimə fəhuvə muvafiqun liqavli Əhməd və min mundaricun tahtahu və zəlikə məşhur. Deyir, ancaq Əbu Zur'aya gəldikdə və Əbi Hatimə gəldikdə namaz barəsində, əhkamlar barəsində sənin oxuduğun, dinlədiyin o şeylərin hamısı İmam Əhmədin sözünə, Əhmədin məzhəbinə uyğun idi və onun məzhəbinin içində yer aldığı əhkamlar. Və bu da məşhurdur deyir. Sonra nə bildirir? Və əmməl Buxariyyu fələm ərə ləhu ixtiyarən. Amma Buxariyə gəldikdə isə onun mən bir ixtiyaratlarına rast gəlmədim. Və sonra deyir ki, həmçinin onun məzhəbi də, onun danışdığı şeylər də, əksər şeylər İmam Əhmədin məzhəbinə müvafiq idi. Yəni demək ki, məzhəblər çox olub, o məzhəblər yoxa çıxıb, əksinə müvafiqlər yoxa çıxıb dedikdə, yəni qəsd olunan nədir? O əhkamlar, qövlər itməyib, əksinə həmin əhkamlar digər alimlərin məzhəblərinə daxil olub. Əgər belə olduğu təqdirdə demək o göstərir ki, əgər sahabələrdən gələn bu irs, həmçinin digər mövzu olan məzhəblərdə bu məzhəblərin əhkamları bu məzhəblərə daxil olubsa, deməli doğru şəkildə əhl-i-sünnətə bağlanmaq yalnız bu 4 məzhəbin üsullarına bağlanmaqla ola bilər. Həmçinin biz dərsdə qeyd etdik ki, İbn Teymiyyə rahiməhullahın sözünü oxudur. Məsələn, biz həmçinin insanlara dəvət verərkən, onları məzhəbə dəvət edərkən biz deyirik ki, mən İmam Əhmədin məzhəbinə bağlıyam. O deyir ki, mən məzhəbə bağlanmıram, heç bilməm, mən Quran və sünnəyə bağlanıram. Əslən, heç bir alim, yəni tarix boyu yaşamış imamlar, yəni onların demək olar, əksəriyyəti hamısı məzhəbə bağlı olublar və əslən onlar bu sözü deməyi caiz görmürdülər. Çünki şəxslər biz keçən dəfə oxuduğumuz qövüldə hansı nəqli oxuduq? Biz ilk öncə oxuduq ki, Cəmi'ül Məsail kitabıdır. Ammətu mə yucədu min əqvalis sahabəti və təbiinə və əv əksəru zəlikə yucədu fi məzəhibil əimmətil ərba. Yəni ki, sahabələrdən mövcud olan əksər sözlər, tabinlərdən, sahabələrdən olan əksər və yaxud çox sözlər 4 məzhəbdə mövcuddur. Həmçinin sonra İbn Teymiyyə rahiməhullah başqa bir məsələ haqqında danışır. Və deyir ki, qalə İbn Teymiyyə rahiməhullah təala və qavləl qail لا أتقيد بأحد من هؤلاء الأئمة الأربعة. Mən bu o sözü deyən var ki, onun sözü ki, mən bu məzhəblərdən heç birinə bağlanmıram. İn ərada ənəhu la yətəqayyədu bi vahidin bi'aynihi dunəl baqin fəqad əhsən. Əgər o desə ki, mən yəni birinə bağlanmıram, sırf ancaq birinə bağlanmıram, məhz. Bu zaman o gözəl bir söz demiş olar. Bəli huvəs-savabu minəl qavleyn. O iki qövüldən birinin daha düzgün olanıdır. Yəni İbn Teymiyyə hansı görüşü daha üstün görür? Yəni demək istəyir ki, iki görüş var. Bir məzhəbə bağlanmaq vacibdir, vacib deyil. Əksər alimlərə görə bir məzhəbə bağlanmaq vacib deyil. Amma İbn Teymiyyə deyir ki, yəni o bu sözü deyərsə və onunla qəsd edərsə ki, mən ancaq bir məzhəbə deyirəm, müxtəlif məzhəblərdən götürürəm. Bu söz doğru bir söz olar. Yəni buna görə insan qınanmaz. Və sonra İbn Teymiyyə rahimehullah nə deyir? Və in ərada ənni la ətəqayyədu bihə kulləhə. Əgər bu sözü ilə deyərsə ki, mən onlardan heç birinə bağlanmıram, bəl uxalifuhə fəhuvə muxtiyun fil qalibi qat'an. Deyir, bəs mən ona müxalifəm, yəni həmin məzhəblərə. Deyir, həmin kəs xətəkardır, əksər hallarda qəti olaraq xətəkardır.
Və sonra Şeyx İbn Teymiyyə öz məşhur sözünü deyir. İz el-hakku la yaxruc an hadihi el-arba'ati fi amməti şəriəti. Yəni haqq əksər məsələlərdə, yəni bu 4 məzhəbdən, yəni şəriət məsələləri, şəriətin əksər məsələləri bu 4 məzhəbdən kənara çıxmır. Və bu gün biz məsəl üçün insanları əhl-sünnət məzhəblərinə dəvət etdikdə, yəni onlarsa bizə nə deyirlər? Məsələn, biz deyirik ki, biz Həmbəli məzhəbinə bağlanırıq, biz Hənəfi məzhəbinə bağlanırıq, biz Şafi məzhəbinə bağlanırıq, biz Maliki məzhəbinə bağlanırıq. Onlar deyir ki, biz Quran və sünnətə bağlanırıq. Biz görürük ki, əslən alimlərin islahında belə bir şey olmuyor. Yəni alimlər belə bir şeyə dəvət etməyiblər. Çünki biz keçən dəfə dərsimizdə dedik ki, əslən avam insanların Allahın kitabına baş vurub oradan hökmlər çıxırmaq qeyri-mümkünsüzdür. Bunu yalnız müctəhid imamlar edə bilərlər. Və həmçinin bildirdik ki, Allah Taala'nın indirdiyi bu kitaba bütün müsəlmanlar boyun əyməlidirlər. Yəni təslim olmalıdırlar. Ancaq Allah Taala bütün müsəlmanlardan bu kitabı başa düşməyi istəmir və ya şəriət hökmlərini. Bəli, kitabda elə hissələr var ki, elə ayələr var ki, bəli, bütün avam da, alim də onu oxuduqda başa düşür. Ancaq əhkam məsələlərini Allah Taala heç də bütün müsəlmanların əhkam məsələlərini başa düşməyini bizdən istəmir. Nə üçün Allah Taala istəmir? Çünki Allah Taala özü başqa bir ayədə deyir ki, "Fəsəlu əhlə-zikri in kuntum la ta'lemun." Bilmirsinizsə zikr əhlindən soruşun. Əgər Allah Taala bu kitabı hamının başa düşəcəyi şəkildə indirsəydi, nə üçün Allah Taala ayədə deyir ki, "Fəsəlu əhlə-zikri"? Əgər hamını başa düşəcəkdisə. Əslən insanların, yəni hər bir insanın bu şeylərə baş vurmağını deyəcək, yəni Quran və sünnədə baş vurub, onu anlaya biləcəyini deyən tayfa tarixdə Mötəzilələr olublar. Xavariz Mötəzilələr olublar. Əslən yəni bu şeylər əhl-i sünnətin qövlü deyil. Və həmçinin biz həmin dərsdə dedik ki, alimlərdən gələn o söz ki var. Səhih hədisdirsə, səhih hədis gələrsə mənim sözümü divara çırpın. Bu sözü alimlər müctəhid imamlara deyirlər. Və biz İbn Teymiyyə rahimehullahdan orada qövl oxuduq. İmam Əhməd deyir. Deyir ki, yəni İmam Əhməd bu sözü dedikdə müctəhid imamlara deyirdi. Çünki müctəhid imamın təqlid etməsi haramdır. Bu sözlər əslən kima aiddir müctəhid imamlara. Amma avam birisi isə heç şübhəsiz bilmədiyini bilən insanlardan soruşacaq. Həmin insan da müctəhid imamların sözünü ona nəql etməlidir. Yəni əslən elm tələbəsi və yaxud elmdə mütəxəssis olan və yaxud hansısa bir alimlik səviyyəsinə çatan insan o demək deyil ki, o da şəriətdən hansısa bir məsələyə başvurur, oradan istifadə edə bilər. Hətta o məsəl üçün bizim kitabları Ravdul Muğni edə bilsə, Muğni edə bilsə, əgər onda o alət elmləri yoxdur, ictihad səviyyəsinə çatmayıbsa, əslən onun da ictihad etməyə haramdır şəriət. O da təqlidçi sayılır bizim alimlər qatında. Və bəzən məsələn biz keçən bir dəfə məsələn Türkiyədə baxırsan, bir nəfərdir, yəni bir məsələ haqqında danışır, bu səhih hədis barəsində danışır. Deyir ki, bizə İmam Şafiidən gəlib çatır ki, İmam Şafii deyir ki, əgər hədis səhihdirsə, mənim sözümü divara çırp. Ancaq biz həmin məsələ üçün hansı məsələni bildirir orada? Deyir ki, məsələn, pişik alıb satmaq Allah Rəsul qadağan edir. Və deyir ki, ona görə biz İmam Şafiinin sözün, İmam Əhmədin sözün bu məsələdə divara çırpırıq. Halbuki İmam Şafii, İmam Əhməd bu hədisi bildikləri halda o hökmü deyiblər ki, bəli, pişik alıb satmaq olar. Onda deyir ki, biz onların sözünü çırpırıq divara. Əslən həmin insan alimlərin yolundan, onların başa məsələlərə yanaşmasından xəbərsiz olan bir insandır. Yaxşı, sual olunur İmam Əhməd, bu dinin qeyrətini çəkən İmam Əhməd. Alimlərin üzərində ittifaqla imamlığına, yəni yeşdil olduqları insan, həmçinin İmam Şafii. Bu hədisləri bildiyi halda nəyə görə Allah Rasul sallallahu aleyhi ve sellem sünnəsindən üst çeviriblər? Deməli, burada bir məsələ var ki, onu avam başa düşmür, həmin alim başa düşür. Çünki İmam Şafii, İmam Əhməd nə bildiriblər? O deyirlər ki, Allah Rasul sallallahu aleyhi ve sellemin həmin hədisdə qeyd etdiyi pişik vəhşi pişikdir, o sinnordur. Yəni cəmi sənənir deyirlər ərəblər olan. Orada əslən Allah Rasul sallallahu aleyhi ve sellem et pişiyindən danışmayıb. Ona görə et pişiyini alıb satmaq olar. Çöl pişiyini alıb satmaq olar. Yəni vəhşi pişik. Çünki bəzən ola bilər bir cins heyvandır, onun əhkamları fərqli olsun. Məsələn, Allah Rasul sallallahu aleyhi ve sellem Xeybər günü Himar və əhliyi qadağan edib, haram edib. İnnehu rics, o murdardır. Ev eşyəyini qadağan edib. Amma çöl eşyəyi, Himar-ül vəhşi haram deyil, yəni əslən. Yəni ona görə biz məsələlərə məsəl üçün bəzən rastlaşırıq. Xüsusən avam müsəlmanlara tövsiyəmiz nədir? Onlar əhl-i sünnət məsələlərini rədd etməmişdən qabaq doğru şəkildə düşünsünlər. Ümumiyyətlə nəyi rədd edirlər? Tarix boyu əhl-i sünnətin, səhabələrinin irsini doğru şəkildə yaşayan, bu irsə görə mücadilə edən insanlara rədd edirlər. Əslən özləri də bilmədikləri tam dolaşıq olan, qaranlıq olan bir zülmət yoluna daxil olurlar. Çünki məsəl üçün biz bu gün bəzi insanlara deyəndə ki, mən İmam Əhmədin məzhəbindəyəm. O bizə nə deyir? O deyir ki, mən Quran və sünnətə bağlanıram. Mən hədislərə bağlanıram.
Əslən, məsələn, İmam Əhmədin dönəmində, ondan sonra yaşamış, İmam Buxarinin şeyxi var. Ali ibn Mədini nə deyir? Yəni, Şeyxul Buxari ləzi kənəl Buxariyyu lə yəstəsxiru nəfsəhu əməmə əhədin min məşəyixihi qayri. Əslən, İmam Buxari, hədis imamı, öz nəfsini bu şeyxindən başqa şeyxlərin qabağında alçatmazdı. Və həmin Ali ibn Mədini nə deyir? Deyir ki, inni ittəxastu Əhmədə hüccətən beyni və beynəllah. Mən Əhməd ibn Həmbəli özümlə Allah arasında bir hüccətə çevirdim. Bugün biz bu sözü desək, bizi nəyə qınayarlar, düzdürmü? Çünki onlar hansı məsələlərdə İmam Əhmədə baş vururlar? Əslən, bizim imamlarımız hansı məsələlərdə ixtilaf ediblər? O məsələlər ki, ehtimal daşıyır, zənni ifadə edir. Qəti məsələlərdə, məsələn, namazın 5 vaxt vacib olmasında, zəkatın vacibliyində, orucun vacibliyində, donuz ətinin haramlığında, içkin haramlığında bizim alimlər ixtilaf etməyiblər. Qəti olan məsələlərdə bizim əsl alimlərimiz ixtilaf etməyiblər. Onların ixtilaf etdiyi məsələlər dəlilin fəhmidir. O dəlil ki, ehtimal ifadə edir, alimlər onda ixtilaf ediblər. Həmçinin həmin İmam Buxarinin həmin şeyxi deyərdi ki, Ali ibn Mədini nə deyir? İzə əftəni Əhməd ibn Həmbəl fi məsələtin. İmam Əhməd ibn Həmbəl mənə bir məsələdə fətva verdikdə ləm ubəli izə ləqitu Rabbi keyfəkən. Mən Rəbbimlə qarşılaşanda bu necə olacaq? Yəni, güvənərdi onun elminə. Çünki yekdi olmuşlar onlara onun elmində. Bugüncə biz elə insanlarla qarşılaşırsan, deyirsən ki, məsələn, bir söhbət açırsan, danışırsan, avam bir insandır. 2 ildir İslamdadır, təzə İslamdadır. Mən İmam Əhməd lazım deyil, mən dəlillə gedirəm, mən Quranda sünnəyə bağlanıram. Əslən, həmin insan dəlil sözündə olan D hərfinin mənasını bilmir. Ərəb dilində o hərf neçəyə bölünür. Hərflərin belə qismlərini bilmir əslən həmin insanlar. Və ya onlar ömrünü bu dinə həsr etmiş, həyatlarını həsr etmiş. Bəlkə də dünyalarından üst çevirmiş insanlara, hətta bir dəfə mən bir kəsdən söhbət etdim, o nə dedim? Dedim, İmam Əhmədin görüşü belədir. O dedi ki, Lə iləhə illallah. Yəni, tövhid kəlməsini gətirir ki, sanki bu tövhiddən kənar bir şey. Bunun da səbəbi həmin yoldur ki, bu gün insanlar həmin Allahın dininə qarşı cürətkar olurlar. Həmin Allahın dinini, onun kitabını və Peyğəmbər sallallahu əleyhi və sünnətini bizə çatdıran insanlara qarşı çox cürətkar olurlar. Və çox cürətkar danışırlar onlar haqqında. Biz həmin müsəlmanlara, həmçinin özümüzə Allahdan müvəffəqiyyət diləyirik. Allahdan istəyirik ki, Allah bizi müvəffəq eləsin. İnşallah biz ikinci müqəddiməmizdə nə barədə danışacaq? Danışacaq ki, yəni, əslində zəif hədisin olmağı, onun şəriətdəki gələn mənasını inkar edilmə etmirmi? Həmçinin imamlar İmam Əhmədin məsələn bir sözü dedikdə, bəzən ona dəlil tapmırlar. Alimlər buna necə münasibət bildirirlər? Bəzən olur ki, həqiqətən alimlər İmam Əhməd bir söz deyib, ancaq alimlər onun dəlilini tapmırlar. Biz inşallah ikinci dərsdə bu mövzular haqqında danışacaq. Allah cümləmizi müvəffəq etsin. Elhamdülillahi Rabbil ələmin.